Salam. Bu gün mən Cəlil müəllimin xəritə sıxım toplusundan istifadə edərək Şimali Amerika materikinin çayları və gölləri haqqında izah verəcəm və üzərində əlavə qeydlər etmişəm ki, videonu saxlayaraq qeydlərinizi götürə bilərsiniz. İlk öncə qeyd etmək istəyirəm ki, Şimali Amerika materikinin daxili suları 4 hövzəyə aiddir. Şimal Buzlu Okeana, Sakit Okeana və Atlantik Okeana və daxili axarsız hövzəyə aid edilir. Missisipi çay. Missisipi çay öz başlanğıcını İtaska gölündən götürür və Amerika Birləşmiş Ştatlarından Meksika körfəzinə tökülür və mənsəbində deltayı yaradır. Missisipi çayının sağ qolları Missouri və Arkansas, sol qolu isə Ohio'dur. Sonra Rio Grande çayı. Rio Grande çayı öz başlanğıcını Kordilyer dağlarından götürərək ABŞ və Meksika sərhəddindən Meksika körfəzinə tökülür və Rio Grande çayı Meksika ilə ABŞ arasında təbii sərhəd rolunu oynayır. Müqəddəs Lavrenti çayı. Müqəddəs Lavrenti çayı böyük gölləri Atlantik Okean ilə əlaqələndirir və mənsəbi Kanadadan Müqəddəs Lavrenti körfəzinə tökülür və mənsəbində estuari yaradır. Burada Niagara şəlaləsi var. Erie və Ontario çaylarına əlaqələndirir və Niagara çayı üzərində Niagara şəlaləsi yerləşir. Daha sonra Sakit Okean hövzəsinə aid olan Colorado və Kolumbiya çayları haqqında danışmaq istəyirəm. Colorado və Kolumbiya Kordilyer dağlarından sürətli axım nəticəsində enerji potensialına malikdir. Kolumbiya çayı üzərində Grand Coulee su elektrik stansiyası yerləşir və Amerika Birləşmiş Ştatlarının ən böyük hissəsi hesab olunur. Colorado çayının mənsəbi Meksikadadır. Kaliforniya körfəzinə tökülür, estuari yaradır. Kolumbiya isə Amerika Birləşmiş Ştatlarından Sakit Okeana tökülür birbaşa, mənsəbində estuari yaradır. Daha sonra gəlir Nelson və Churchill. Şimal Buzlu Okeana aiddir. Nelson Winnipeg gölündən başlayır, Hudson körfəzinə tökülür. Churchill də Hudson körfəzinə tökülür. Sonra gəlir Mackenzie çayı. Mackenzie çayı Böyük Kölə gölündən başlayır, Beaufort dənizinə tökülür və mənsəbində delta yaradır, Kanada ərazisindən tökülür. Yukon çayı öz başlanğıcını Kordilyer dağlarından götürür, Kanada ərazisindən Amerika Birləşmiş Ştatları arasından keçərək Sakit Okean hövzəsinə aid olan Bering dənizinə tökülür. Bering dənizinə tökülür və Yukon çayı mənsəbində delta yaradır. Daha sonra gölləri haqqında danışsaq. Böyük Ayı gölü. Böyük Ayı gölü Şiklama qurşağında yerləşir. Böyük Kölə gölü, bayaq qeyd etdiyimiz kimi Mackenzie çayı Böyük Kölə gölündən başlayır. Athabasca gölü, Winnipeg gölü. Winnipeg gölündən Nelson çayı başlayır dedik. Sonra yuxarı Michigan, Huron, Erie, Ontario çayları Şimali Amerikanın böyük gölləri aid edilir. Michigan istisna olmaqla yuxarı Huron, Erie, Ontario Kanada və ABŞ sərhədində yerləşir. Erie, Ontario arasında Niagara şəlaləsi yerləşir. Niagara çayı üzərində böyük düzlü göl, bayaq dedik Grand Coulee su elektrik stansiyası Kolumbiya çayı üzərində yerləşir və burada Nikaragua gölü yerləşir, Nikaragua ərazisində.